Deməli, bizə verilmiş tənliyin böyük kökünün 2 mislini tapmağı soruşur və biz bu tənliyi vuruqlarını ayırma üsulundan istifadə edərək həll edə bilərik. Demək, ortaq vuruqları hər iki ifadəyə baxdıqda görürük ki, hər ikisində 2 və x-in kubu ortaq vuruq vardır və bunu mötərizə xaricində çıxarsaq, mötərizə içərisində olan ifadə 4x çıxılsın 1 şəklində qalır və bərabər olmuş olur 0-a. Biz bilirik ki, iki vuruğun hasili 0 ola bilməsi üçün onlardan hər biri və yaxud da ən azından biri 0-a bərabər olmalıdır ki, hasil 0-a bərabər olsun. O halda birinci ifadəni 2x-in kubun 0-a bərabər etsək, buradan alınır ki, x 0-dır. Digər ifadəni 0-a bərabər etsək, 4x çıxılsın 1 bərabər 0, 4x bərabərdir 1 və x da bərabərdir 4də 1 olmuş olur. Bizdən böyük kökünün 2 mislini soruşur. Yəni, böyük kökü 4də 1 olduğu üçün 4də 1-i də 2-yə vururuq. Düzgün cavab olmuş olur 2də 1. Yəni, 2 ilə 4 ixtisar gedir. Yekunda 2də 1 qalmış olur. Doğru cavab 2də 1 olur.